Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Abşeron rayonu Saray qəsəbəsində möhtəşəm 2 mərtəbəli ev satışa çıxdı dəyərli izləyicilər. Əlim yandı da. Öncədən qiyməti deyirəm, 5 otaqlı evdir, 102 min manata. Yəni bu fürsəti əldən qaçırmayın dəyərli izləyicilər. Ən hündür ərazidədir. Sarayın ən hündür ərazisi Saray postundan gələndə sola dönəndə hardasa yolla məsafəsi 200 metr. 5 otaqlı evdir, şəxsi evdir. Qardaş 2010-cu ildən özü inşa edibdir. Bax gördüyünüz kimi kanalizasiya mərkəzidir, sayğacların hamısı mövcuddur. 1 ilə 2-nin arası monolit betondur. 5 otaqlı evdir dəyərli izləyicilər. Bax burada əlavə çöl ayağı yolusu var, uvanliki dəyərli izləyicilər, kladovkası var, əlavə banka balon yığmaq üçün. Yerdə bütöv beton styaşka olunubdur. Həyətinə də rahatlıqla 2-3 maşın daxil ola bilər. Burada da trap qoyulub. Bax darvazasıdır. Bax gördüyünüz giriş qapısıdır bura dəyərli izləyicilər. Həqiqətən bu qiymətdə sarayda demək olar evlər yoxdur. Bax belə bir evdir. 5 otaqlı evdir. Oradan da zirzəmisinə keçmək üçün yeri var. Burada da qardaş əlavə kipdir. Əlavə əşyaları yığmaq üçün. Harasa 4-5 də kürsüdədir. Darvazanın üstü kazirokdur gördüyünüz kimi dəyərli izləyicilər. Şəxsi evdir. 102 min manatdan da ev sahibi tərəfindən endirim olunacaq. Təcili satılır dəyərli izləyicilər. Bu fürsəti əldən buraxmayın. Bu evimizin girişidir. Stipoldur dəyərli izləyicilər. Burada ayaqqabı soyunmaq üçün yerdir, şkafıdır, əlavə ayaqqabıları yığmaq üçün. Bu evimizin dəhlizidir. Dəhliz də stipoldur. Evdə cüzi kosmetik işlər var dəyərli izləyicilər. Buradan keçək birbaşa mətbəxinə. Bax, bu evimizin mətbəxidir. Radiatorlar seksiyadır. Qoşadaşından tikilib fundamenti kəməri tam qaydasında. Yerdəki gördüyünüz kimi dəyərli izləyicilər poldur. Buradan da ki, keçək evimizin sanitar qovşağıdır. Burada o pişidir dəyərli izləyicilər. Bir dənə də əlavə burada ayağı yolusu var. Burada evimizin 2-ci mərtəbə pilləkənləridir gördüyünüz kimi. Qardaş özü işləyibdir. Burada qladovkasıdır, əlavə əşyalarımızı yığmaq üçün. Pilləkənin altında. Burada evimizin qonaq otağıdır. Bax, geniş qonaq otağıdır dəyərli izləyicilər. Bütün pəncərələr öz həyətinə baxır. 2 sotdadır, torpağın çıxarışı ilə satılır. Bax, seksiya radiatorlar dəyərli izləyicilər. Qoşadaşla tikilir. Pəncərələr plastikli. Tavan hündürlüyü də 3 metrdən hündür olar. Bax, gördüyünüz kimi yerdə poldur. Aşağıda demək bir mətbəx, bir qonaq otağı, sanitar qovşaqları, yuxarıda da ki 4 dənə yataq otağı. İndi keçək 2-ci mərtəbənin təqdimatını edeyim. Dəyərli izləyicilər, monolitdir. Pilləkən də monolit betondur. Bax, buraya 2-ci mərtəbənin girişidir, dəhlizi, dəyərli izləyicilər. Buradan dama çıxmaq üçün yerdir. Qardaş deyir, qapılar da ki, hamısı bahalı qapılardır. Bura bir yataq otağıdır, geniş. Raşotkalarına qədər qoyulub. Burada da seksiya radiatorlar. Bura 2-ci yataq otağıdır. Bax, gördüyünüz kimi dəyərli izləyicilər. Radiatorlar, seksiya, raşotkaları qoşadaşından tikilib dediyim kimi. 1 ilə 2-nin arası monolit betondur. Bura 3-cü yataq otağı. Burada 4-cü yataq otağı. Ümumilikdə 5 otaqlı evdir. Biri qonaq otağı aşağıda, 4 dənə yataq otağı yuxarıdadır. Burada evimizin terasıdır. Bax, geniş terası var. Burada da kombidir dəyərli izləyicilər. Gələcəyini istəsəniz, buranı da belə qəşəng yığdıra bilərsiniz. Terasın. Yəni bu fürsəti əldən buraxmayın dəyərli izləyicilər. 2 mərtəbəli, 5 otaqlı ev. Sarayın demək olar ki, ən hündür ərazisidir. Saray postundan gələndə, sağa dönəndə yolla məsafəsi 200-250 metr. Torpağın çıxarışı ilə satılır 102 min manata. İnşallah gəlin ev sahibi ilə gəlin danışın, qiymətdə razılaşın. Çox sağ olun.